İmam Zaman ağa xətrinə bu videonu hazırlayıram. Qürbətən iləllah. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Mən üzümü tuturam o namusdan, qüryətdən danışanlara. Ağızlarını açan kimi başlayırlar ki, Muhammed Peyğəmbər 9 yaşında qızla evləndi, qız uşağı ilə evləndi. Bu düzgün deyil, bu namussuzluqdur. Və ya Quranda 9 yaşında qızla evlənməyə icazə var, bu şərəfsizlikdir, bu namussuzluqdur. Yaxşı, mən razıyam sizlə. Bir mənada belə götürək ki, sizin fikrinizlə, sizin ağlınızla deyək ki, razılaşırıq. Bu yaxınlarda Epstein məsələsi oldu. Yəni, neçə illər sonradan açıldı da, düzdür? Neçə illər az yaşlı qız uşaqlarını, hələ 9 yaşından da az yaşlı qız uşaqlarını aparırdılar, oğruyurdular, aparırdılar, zorluyurdular, oğruyub aparırdılar, nə bilim, min oyunlardan çıxırdılar. Nəinki Epstein məsələsində, tək Epstein'də yox, hər il neçə minlərlə az yaşlı tək qız uşaqları yox, oğlan uşaqları oğurlanır, zorlanır. Bəs bunları eşidəndə namusumuz, qüryətimiz hara getdi? Onda da namusumuz, qüryətimiz oyansın da ki, ay Epstein məsələsində də namusumuz, qüryətimiz oyanardı ki, deyərdiniz ki, bəs az yaşlı uşaqları, qız uşaqlarını aparırlar, zorlayırlar. Özlərinə türkəm deyənlər, orada gördünüz bir dənə türk qız uşağı, balaca qız uşağı, anne mənə yardım elə, anne mənə yardım elə. Nə oldu? Namusumuz, qüryətimiz harda qaldı bəs? Bəs onda da başlayın da ki, Epstein məsələsində, onda da namusdan, qüryətdən danışın, onda da durun, cəmaatı günahlandırın, onda da durun, müdafiə eləyin, həmin o türk qızı, balaca qız uşağı, özlərinə türk deyənlər. Düzdür, biz türk deyilik, biz Alban millətiyik. Gedin tariximizə baxın, mənim videolarım var. Gedin o videolara baxın, biz Alban millətiyik. Lap türkük. Yaxşı, türk milləti həmin o Epstein'də bir video səs yazısı getdi. Anne mənə yardım elə. Nə oldu? Namusumuz, qüryətimiz harda qaldı? Kişiliyimiz, mənliyimiz harda qaldı? Lap deyək ki, Peyğəmbər salavatullah bir dənə qız uşağı ilə məsələn evlənib. Evlənib də ailə qurub, durub onu məcburən zorlamayıb ki, durub onu məcburən nəysə eləməyib ki, və ya Quranda deyək ki, 9 yaşında qız uşağına evlənmək olar. Çünki o ərəb ölkələrində isti olduğu üçün qız uşaqları tez yetişirlər. Onun üçün lap deyək, bax neçə illər bu yaxınlarda, məsəl üçün, bilmirəm, yadımdan çıxıb hansı ölkədəsə az yaşlı qız uşağı ilə Avropa ölkəsindən söhbət gedir, ərəb ölkəsindən söhbət getmir. Hansı ölkədə yadımdan çıxıb, o ölkədə az yaşlı qız uşağı ilə evlənməyə icazə verildi. Yaxşı, onda namusumuz, qüryətimiz harda qaldı? Danışın da kişilikdən, mənlikdən danışırsınız. Başqa vaxtı danışırsınız, mənim mənliyimə sığışmır deyirsiniz ki, yox, Peyğəmbər Muhammed Peyğəmbər salavatullah 9 yaşında qız uşağı ilə evlənib. Onda kişiliyiniz oyanır. Çünki Muhammed Peyğəmbər salavatullah 14 əsr bundan qabaq, 15 əsr bundan qabaq yaşayıb. Onun vaxtında olsaydı elə bir kişiliyinizdən danışa bilməyəcəydiniz. Onun qorxusundan. İndi dünyasını dəyişib, deyək ki, 15 əsrdir, 15 əsrə yaxındır. İndi Epstein məsələsində, bax bu yaxınlarda Epstein məsələsi çıxdı ortaya. Hər il neçə minlərlə balaca qız uşaqlarını, yenə təkrar edirəm, oğlan uşaqlarını aparırlar, zorluyurlar, orasını burasını kəsirlər, atırlar çöllərə, böyrəklərini kəsirlər, nə bilim, ürəklərini kəsirlər. O varlılar, bəzi varlılar var ki, güya bu fikirdən yaşayırlar ki, güya onun qanını içməklə bunlar cavanlaşacaqlar. Gedirlər araqdan, min oyunlardan çıxırlar, araqdan içirlər, hər cür zəhər verici, insana zəhər verici şeylərdən istifadə edirlər. Adını da qoyurlar ki, mən cavan uşağın qanını özümə köçürtməklə mən cavanlaşacağam.
Bəs onda da danışın da. Kişiliyiniz, mənliyiniz varsa, onda da danışın da. Danışın ki, Epstein məsələsində və başqa bir məsələlərdə danışın. Nəş danışmırsınız? Onda soxursunuz, dilinizi soxursunuz içində qarnınıza. Çünki qorxursunuz. Dilinizi soxursunuz qarnınıza. Danışmırsınız. Amma Muhammed Peyğəmbər salavatullah bir kərəm evlənib, onu bayraq tutursunuz əlinizdə ki, Muhammed Peyğəmbər salavatullah görsən 53 yaşında səhv eləmirəmsə, bir dənə qız uşağı ilə evlənib. İndinin özündə nə qədər varlılar var. Fərq eləmir. Lap ərəb varlıları olmasın, müsəlman varlısı olmasın. O qədər varlılar var ki, bir dəqiqə o qız uşaqlarını nəinki almırlar, aparırlar, zorlayırlar, atırlar, gedir. Bədbaxt edirlər. Hindistanda məsəl üçün bu dəqiqə isti ölkə olduğu üçün orada burada qızları zorlayırlar. Lap Azərbaycanda olsun. Görürsünüz, hərdən çıxır ki, məsəl üçün balaca yaşlıları. Kişiliyiniz harda qaldı? Danışın. Əgər ona danışırsınızsa, ona kişilik deyirsinizsə, mənniş deyirsinizsə, buna da mənniş deyin də. Buna da kişi kimi danışın, buna da kişiliyiniz tutsun. Mənim bütün videolarımı izləmək üçün kanalıma abunə olun. Keçmiş və gələcək videolarımı izləyin. Çalışın ki, heç bir kimsəni günahlandırmayın. Çünki siz ona əməl eləmirsinizsə, tarazlıqla eləyin də. Əgər ona danışırsınızsa, buna da danışın. Ona kişiliyiniz tutursa, mənliyiniz olursa, buna da mənliyiniz olsun.